Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Tekin Rohum komandalarının qarşılaşmasında ikinci hissə baş verir. Birinci hissə 2-2 hesab ilə bitib. Qeyd edək ki, bu oyun formal xarakter daşıyır. Çünki Tekin komandasında yeter sayı olmadığına görə komandaya texniki məğlubiyyət verilir. Sadəcə olaraq uşaqlar əziyyət çəkib oyuna gəldiklərinə görə hər iki komandadan formal olaraq oyun keçirilir. Tekin komandasının qapısını isə Rohumun bir nömrəli oyuncusu Rəsul qoruyur. Yəni dediyim kimi formal xarakter daşıyır bu oyun. Hesab isə 2-2'dir. Nihat Fatih oynuyor. Nihat Uğur Nihat top bitirir. Abbas top hələ keçirir. Uğur top Fatih'ten çıxır. Alttakinin Abbas Uğur Uğurdan Arda gözəl ötürmə. Rəqibin 8 nömrə oyuncusu təhlükənin döymənin qarşısını alır. Abbas Fatih Abbas Fatih 7 nömrəli oyuncu Yunus qapıya doğru zərbə vura bilmədi. Daha doğrusu zərbənin dəqiq olmasına imkan verilmədi. Nihat və Abbas rəqib oyuncusunu çaşdırdılar burada. Yusif Tekin'den Emin'le oynuyor. Top çıkır. Yusuf topu çatabilmiş. Yusuf Fatih Nihat oynuyor. Nihat Abbas Nihat Ağabalar oyundan sizler top çıkmıştı. Out Tekin'in Uğur Fatih Abbas Ağabala ötürmə Ağabaladan aşırma fen Abbas hakim sakladı oyunu. Rəqibin 8 nömrəli oyuncusunun əlinə dəymişdi. Hakim cərimə zərbəsi təyin edir. Cərimə zərbəsini isə Rohum komandasının kimin vuracağını müəyyənləşdiririk. Fatih vuracaq deyəsən. Bəli, zərbəni Fatih yerinə yetirəcək. Məşqçi Fatihə qapıya doğru zərbə vurmasını, sərçəni nişan almasını göstərir. Qapıya doğru zərbə və gol! Fatih!
3-2. Rofun komandasının xeyrinə hesab dəyişir. Vegas, Ağbala, Uğur, Abbas. Vegas sürət yığıb irəliləyir. Qapıya doğru zərbə vurur, amma top qapı xətti yandan keçir. Bu arada Rofun komandasının qapını Fuat qoruyur. Nihat, Uğur'dan Ağabala'ya ötürmə. Biraz zayıf oldu bu ötürmə, elə bil. Satmadı Ağabala'ya. Uğur, Outrof'un. Fatih, zərbə geridə oldu. Fatih, Nihat oynuyor. Nihat, Ağabala'ya ötürmə. Hadi Ağabala! Zərbə vurur. Biraz tələsdi zərbə vurmağa. Fatih. Abbas top ələ keçirir. Qapıya doğru zərbə və gol! 4-2. Rəqibin 7 nömrə oyunçusu Hakimə nəyisə izah etməyə çalışırdı. Çox güman. Goldan sonra Abbasın hərəkəti ona xoş gəlməmişdi. Uğur qapıya doğru zərbə vurdu özü. Korneri kazandı. Fatih korner. Ay ay ay, Ağabalanın çıkmayıp top. Uğur. Alttakinin. Vegas. Qapıya zərbə vurdu. Fuat. Yaxşı oynadı burada. Hakim oyunu saxlayır. Vegas burada zədələndi Tekin komandasından. Hər şey qaydasındadır. Yusif.
Vegas oynuyor. Qapıya doğru zərbə vurur. Zərbə. Bir dəqiqə olur. Tuncay yenidən qapdadır. Riyadla oynuyor. Riyad. Hakim Vegas'a xəbərdarlıq edir Tekin komandasından. Riyad Arda ile oynuyor. Riyad topu saxlayabilir burada. Üçüncüdən zərbə. Tuncay. Top hələ keçirir. Arda. Arda vuracaq mı qapıya? Ay 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 ay. Zərbə qeyri dəqiq oldu. Tekin komandası. Out. Yerine yetirilir. Abbas. Məhəmməd. Riyad. Vegas top əl keçirdi. Zərbə və gol. Hesab 4-3 olur. Tamerlan irəliyir. Gözəl keçdi. Topu oyundadır. Abbas və gol. Yox, gol olmadı. Tor sirkələndi amma gol değildi. Arda. Tamerlan. Tamerlan ayağı bidiriyor burada. Elle oyun. Top Abbas'ın eline değil. Hakim səslənir. İrəliyə doğru. Abbas top hələ keçirir. Abbas Arda ile oynuyor. Arda. Məhəmməd gözəl oynadı. Vegas'ın Tamerlan gözəl oynadı. Vegas'ın topu hələ keçirməsi imkan vermədi. Tamerlan. Tamerlan. Out kazanır. Qapıya doğru zərbə. Riyad. Arda. Tamerlan. Geridəki zərbə vurdu burada. Quşları uçurtdu. Belə deyək. Top qapı üstündən keçdi. Abbas. Top hələ keçirir. Abbas. Qarşılıq yarandı burada. Riyad. Riyad. Riyad az qala top bitirəcəkdi. Sona dək öz səhifini sığortalayır. Tamerlan zərbə vurdu qapıya. Top Abbas'a dəyərək oyunu tərk edir.
Hakim Rəsula 2 dəfə xəbərdarlıq etdi və cərimə zərbəsi təyin etdi. Şu topu irəliyə doğru vurmaq olmaz dedi hakim. Burada çox gözəl bir səhnə yaranıb. 6 nəfər qapıdadır və Tamerlan gol! 6 nəfərdən Tamerlan topu keçirir. Amma gol sayılmır. Gol sayılmır. Golun sayılmamaq səbəbini başa düşmədim tam olaraq. Hesab 4-3 olaraq qalır. Rofum komandası və Arda möhtəşəm bir zərbə. Başla topu qapıya göndərir. Beş üç. Vegas Abbas'ın çabuda oynadığını hakime bildirir, etirazını bildirir hakime. Ama hakim topun ondan çıktığını bildirir. Arda kapıya doğru zərbə vurmağın imkanı vermediler Arda'nı. Arda topu Tamerlan'a ötürdü. Tamerlan'ın kapıya doğru zərbəsi geride oldu. Arda topu saxlayabilmədi burada. Məhəmməd keçdi. Ay, son anda korner kazandırdı komandasına. Abbas kapı direği. Yeniden korner yerine getirecek komanda. Məhəmməd növbəti korner. Məhəmməd gözəl bir zərbə indirdi amma alınmadı bu dəfə. Abbas top Abbas'tan çıxır. Rəsul yaxşı oynayır burada. Abbas topu ele geçirir. Arda. El oyun ve penal. Penalı Məhəmməd vurur. Məhəmməd Rəsul yaxşı oynayır burada qapıda. Tamerlan yox topu çıxmayıb. Abbas'tan Tamerlan ötürmə. Tamerlan top sətdən çıxır. Dərhal Rəsul topunu daxil etsə də
6-2'nin. Oyun isə son saniyələrdir. Yəqin ki, hakim oyunu saxlayacaq. İkin komandası Fatih ötürmənin qarşısını alır. Onun isə əsas vaxtı demək olar ki, bitib. Hal-hazırda oyunun sonuncu saniyələridir və budur hakimin fili səslənir və oyun bitir. Qadağan ki, bu oyun formal xarakter daşıyırdı. Çünki Tekin komandasında yetər sayı yox idi. Bu səbəbdən təəssüf ki, Tekin komandası texniki məğlubiyyət aldı. İstənilən halda Rofun komandası bu oyunda qalibi. Həm texniki məğlubiyyət baxımından, həm də özləri arasında keçirdikləri formal oyunda da qalib gəlmiş oldu. Fatih isə Vegas yaxınlaşır, onun isə deyir. Beləcə, oyun bitir. 2025-ci ildə sonuncu oyunu Rofun komandası qalibiyyətlə yekunlaşdırır.